Salam hörmətli tələbələr. Mən Rüfət müəllim Şıxəliyev. Bu günləri də maraqlı bir videonun qarşınızdayım. Demək ki, artıq bu günlər biz part 2 videonu çəkirik. Buraxılış imtahanlarına düşə biləcək suallarla bağlı. Baxırıq indi bizim ilk sualımıza. Deməli, uşaqlar bizə deyir ki, Kor-Bucaq təpəsindən deyir, şüa 50 və 60 dərəcədən iki bucağa ayırır. Deyir, şüa həmin Kor-Bucağı 50 dərəcə və 60 dərəcə olan iki bucağa ayırır. Deyir, həmin bu A, B, C bucağının dərəcəsini tap. Biz bunun üçün neyəcəyik uşaqlar? Biz bilirik ki, burada A, B, C bucağının dərəcəsi nəyə bərabərdir? 50 ilə 60-ın nəyinə? Cəminə. Yəni, cavabımız burada olacaq nə? 110. Yəni, bu tip sualları həll eləməkdən qətiyyən nədir? Qətiyyən çəkinmirik. Sonra, məsələn, belə bir sual var. Deyir ki, nə deyir? Deyir, mənfi 5, x üstü 3, y üstü 2-nin üstü 4. Deyir, bu ifadəni sadələşdirin. Uşaqlar, bu ifadəni sadələşdirmək üçün biz nədir? Biz bilməliyik ki, bu 4 nə deməkdir? Bu 4 həm mənfi 5-in üstü 4-dür, həm x-in kubunun üstü 4-dür, həm də nədir? Həm də y-in kvadratının üstü nədir? 4-ə bərabərdir. Bunu da sadələşdirəndə nə alırıq biz? Alırıq ki, mənfi 5-in üstü 4 nə verir bizə? Verir 625, x-in üstü 3-ü vurdum 4-ə 12, y-in üstünə 8. Alıram cavab bu deməkdir. Yəni 625 x üstü 12, y üstü 8-ə. Yaxşı mı? Yəni bu tip sualları həll eləməkdən də qətiyyən nədir? Çəkinmirik. Sonra belə bir sual var burada. Üçüncü sual. Məsələn, belə yazacaq sualı. Kök altında 64 üstə gəl. Kök altında deməli neçədir burada? 36. Bölünsün. Deməli buraya yazıb 7. Deyir, bunu sadələşdir. Bunu həll elə. Uşaqlar, bunu həll eləmədə çəkinməyin. Sizə asan gələ bilər. Amma 9-un buraxılışına düşən suallardan biridir, həqiqətən. Yəni, inanın səmimiyyətimə. Təqribən hansı illərə təsadüf eləyir? Bu 2019-cu il. 2019-cu ili ikinci zona sualına düşür. Kökdə 64-dən nə çıxır? 8. 36-dan nə çıxır? 6. Bölürəm nəyə? 7-yə. 8 üstü 6 nə verir mənə? 14. 14 də bölü 7 alıram 2. Deməli, cavab nə oldu? Cavab oldu elə 2. Yəni, bu tip sualları görə bilərik. Sonra, məsələn, bərabərsizlik bir suala baxaq. 4x çıx 12 kiçik bərabərdir 0-dan. Bunu həll eləmək üçün nə edəcəyik uşaqlar? Yazdıq birinci. 4x 12-ni keçirik sağ tərəfə. Kiçikdir nədən? 12-dən. Hər tərəfi bölürəm 4-ə. X kiçikdir nədən? 3-dən. Deməli, x-in aldığı qiymətlər nədir? Mənfi sonsuzluqdan 3-də dayanır. Yaxşı mı? Bu formada altında xətt olduğu kimi. Əgər oxununda göstərirsə, onda belə göstərərik ki, mənfi sonsuzluqdan gəlir 3-ə. 3-ün içini qaralayırıq burada. Yaxşı mı? Bu formada. Baxaq indi sonuncu sualımıza. Belə deyək. Deyək ki, düz xətt üzərində, uşaqlar, düz xətt üzərində bizə deyir ki, 7 nöqtə qeyd olunub. 7 dənə nöqtə qeyd olunub. 1, 2, 3, 4, 5, 6 və 7 nöqtə qeyd olunub. 7 nöqtə qeyd olunubsa, alınan parçaların sayı şüaların sayından fərqi nə qədərdir? Parçaların sayı şüaların sayından fərqi nə qədərdir? Biz bilirik ki, parçanın sayı düsturu nədir? Parçanın sayı düsturu n vur, n çıx 1 bölü 2-dir. Yəni, yerinə qoysaq 7 vur, 7 çıx 1, 6, 6 bölü 2, 7 vurulsun 6 neçə eləyəcək? 42, 42 bölü 2, 21. 21 deməli parça var. Şua nə qədərdir? Şuanın düsturu da 2n'dir, elə deyil. Onda şuada 7-dən olduğu olsun, 2 dənə 7 nə verir? 14. Bizə deyir, fərqi nə qədərdir? 21 çıx 14 alarıq 7. Uşaqlar, video xoşunuza gəldirsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.